Salam və xoş gördük. Bu gün Azərbaycanda pensiya və sosial müavinətlər sahəsində gözlənilən dəyişikliklərdən danışacağıq. Son illərdə ölkədə sosial müdafiə sisteminin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Əhali rifah halının yüksəldilməsi, az təminatlı ailələrin dəstəklənməsi və sosial təminatın daha əlçatan olması dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Məhz bu səbəbdən pensiya və sosial müavinətlərlə bağlı mövzular cəmiyyət tərəfindən böyük maraqla izlənilir. İnsanlar gələcəkdə hansı yeniliklərin tətbiq olunacağını, pensiya sistemində hansı dəyişikliklərin baş verəcəyini və sosial ödənişlərin necə formalaşacağını öyrənmək istəyirlər. Mütəxəssislərin fikrincə, sosial sahədə aparılan islahatların əsas məqsədi vətəndaşların maddi təminatının gücləndirilməsi və sosial müdafiə imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə dövlət büdcəsində sosial xərclərin artırılması xüsusi əhəmiyyət daşıyır. Sosial sahəyə ayrılan vəsaitlərin artması pensiya və müavinət sisteminin daha dayanıqlı inkişafına şərait yaradır. Hazırda diqqət çəkən əsas məsələlərdən biri sosial xidmətlərin rəqəmsallaşdırılmasıdır. Müasir texnologiyaların tətbiqi sayəsində vətəndaşların pensiya və müavinət xidmətlərinə çıxışının daha da asanlaşdırılması nəzərdə tutulur. Elektron xidmətlərin genişləndirilməsi müraciət proseslərini sadələşdirə və xidmət keyfiyyətini yüksəldə bilər. Eyni zamanda pensiya kapitalının formalaşdırılması ilə bağlı yanaşmaların təkmilləşdirilməsi də müzakirə olunan məsələlər sırasındadır. Bu istiqamətdə müxtəlif təkliflər dəyərləndirilir və sosial sığorta sisteminin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni mexanizmlər araşdırılır. Sosial müdafiə sahəsində həyata keçirilən yeniliklərin əsas hədəflərindən biri də həssas əhali qruplarının daha etibarlı müdafiəsini təmin etməkdir. Yaşlı şəxslər, əlilliyi olan vətəndaşlar, sosial dəstəyə ehtiyacı olan ailələr və digər həssas qrupların rifahının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Ekspertlər hesab edirlər ki, gələcək dövrdə sosial təminat sisteminin daha çevik və şəffaf olması üçün yeni yanaşmalar tətbiq oluna bilər. Bu isə həm vətəndaşların xidmətlərdən daha rahat istifadə etməsinə, həm də sosial sahədə idarə etmənin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, sosial sığorta sisteminin maliyyə dayanıqlığının qorunması da vacib məsələlərdən biridir. Uzun müddətli perspektivdə sistemin sabit işləməsi üçün iqtisadi və sosial amillər nəzərə alınaraq müxtəlif islahatların həyata keçirilməsi mümkün hesab olunur. Qeyd etmək lazımdır ki, pensiya və sosial müavinətlərlə bağlı hər hansı dəyişiklik yalnız müvafiq qanunvericilik prosedurları çərçivəsində qüvvəyə minə bilər. Buna görə də vətəndaşlar rəsmi açıqlamaları izləməli və məlumatları etibarlı mənbələrdən əldə etməlidirlər. Ümumilikdə isə sosial müdafiə sisteminin inkişafı istiqamətində atılan addımlar əhalinin sosial rifahının yüksəldilməsinə, xidmətlərin əlçatanlığının artırılmasına və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir. Gələcəkdə həyata keçiriləcək yeniliklərin də məhz bu məqsədlərə töhfə verəcəyi gözlənilir. Videomuzu izlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.